Bu yeni ildə nə var qardaş? Təqvim dəyişir də, uşaqları sevindirik. Yaxşı, bəs bu yeni ilin tarixçəsi nədir? Yolka, Şaxta baba, bunlar hardan gəlir? Qədim Roma dövründə formalaşıb bu bayram. Yəni əslində əvvəldən bu bayramın əsli nə olub? Bütpərəstlik. Yəni bütpərəst bir tanrıya həsr edilmiş günlər olub. Əsas simvollardan biri də yolkadır. Hansı ki qurulur evlərdə, hətta müsəlman ailələrin çoxunda görürsən ki, təəssüf ki, yəni qurulur. Yolka adəti, yəni əslində qədim German tayfalarına gedib çıxır. Yəni yenə də bütpərəstliyə gedib çıxır. Çünki onlarda ağacı əzəmətləşdirirdilər. Xüsusilə də palıd ağacının əzəmətləşdirirdilər, müqəddəs sayırdılar. Çünki palıd onlarda gücün, həyatın rəmzi idi. Yəni ilahi qüvvənin simvolu idi, rəmzi idi. Simvollardan biri Şaxta babadır və ya Santa Clausdur. Santa Claus hansı ki, yəni baxsaq bir keşiş olub. Sonra xristianlıq Avropada geniş yayılandan sonra dini mənəvi dəyər kimi bir çərçivəyə salınıb, yəni uyğunlaşdırılıb və qorunub və bayram edilib. Ona görə fikir versək, miladla yeni il bayramı bir-biri ilə bağlıdır. Bəziləri ayırsa da onu İsa'nın doğum günü kimi qeyd edilir. Halbuki Allahın kəlamına baxsaq, İsa peyğəmbərin doğum günü xurmanın yetişdiyi bir ərəfəyə düşür. Xurmanın yetişdiyi bir zamana düşür. Həmin gecəni xüsusi müqəddəs günə çevirməklə yaşanırsa, bu artıq sadəcə uşağı sevindirmək deyil. Və günah olan sevinci şəriət qadağan edir. O sevinç ki, haram vasitələrlə, dinə zidd işlərlə həyata keçirir. Şəriət bunu qadağan edir. Uşaqları sevindirmək, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm əksinə uşaqların sevincinə daima önəm verib, ailəsi ilə zarafatlaşırdı, uşaqlarla oynayırdı. Nə çox hədislər var ki, onları qucağına götürürdü, sevinclərini bölüşürdü. Kifayət ki, Peyğəmbər sallallahu əleyhi və səlləm rəğbətləndirib hədiyyə verməyə, deyib ki, hədiyyə verin ki, bir-birinizi sevəsiniz. Uşaqlara hədiyyə almaq, onları sevindirmək İslamda zidd deyil. Lakin incə məqamlardan biri var, hansı ki, insanlar bunun fərqində olmalıdırlar. Bunu dərk etməlidirlər ki, İslamda bayram anlayışı dindir. İslamda dedik ki, bayram anlayışı təkcə hansısa tarixin, günün keçib getməsi deyil, hansısa bir hadisə deyil. Şəriətdə də, İslam şəriətində də yalnız iki bayram var. Ramazan bayramı və Qurban bayramı. Deməlidir ki, bir il keçdi, namazlarına baxmalıdır, qıldı, qılmadı, əxlaqına baxmalıdır, əxlaqı Allahın istədiyi kimi idi, yoxsa yox. Günahlarına baxmalıdır, nə günah edib, tövbə edib o günahlardan, yoxsa yox.